Ben bilmedim o suyun yası bizim o 4 tane değil. Nigar. 6 tane değil lan. Yağlarımızı var ha renkte. Şirin eşyalarımız. Deməli Seva xanım iki daşın arasında möcüzə sayəsində bizə bir ləvəngi plovu, qıza ləvəngi plov deyirəm. Evet, ləvəngi plov. Sağ olsun her gelen. Təşəkkür edirik Seva xanım. Nuş Allah, nuş. Oradan balaca görünür amma düşəndə böyükdür, görürsən? Əsas elə burada istiqaməti məncə. Mən nə edirik? Harda kafe tapırıq, hücum edirik ora. Bir dənə qazımız var, bir dənə tavamız var, hər yeri gördü. Pomidor yumurta. Seva xanım da sağ olsun. Bizi yeməklə konkret təmin eləyir. Bu sıra bax, banditlər girdi orada. Hücum edirlər. Gel, keçdə içəri. Keç içəri. Nəinki, yəni biləsiniz ki, bu kafeni zəbt eləmişik. Kafenin adı yoxdur. Zəbt eləyənlər amma şahidlərimiz buradadır. Ulan zəbt eləyənlər kafesi şeydir. Bəli, zəbt eləmişik. Bəli, zəbt. Özgə malı candırma. Konkret zəbt eləmişik. Yoxdur. Nədir belə? Su anbarı. Yaradım sevdiğim kadın. Güzel kadın. Güzel kadın. Bir tane bilet seçmem valla. Dur bak. Axır ki uzun əziyyətdən sonra gəlib çıxdıq. Ben de üzülürüm. Hara düşen üzülürüm. Üzülsen sen. Şəmki su anbarı. Əsas yuxarıdır. Deyir ki, burada qayıqlar da olur. Balıq tonçalar olanda. O adaya aparırlar. Bu adanı görürsən, ha? Bu adanı.